Gül açar, dünya güler, aleme nur sepiler. Sen yadıma düşende gül açar. Vətəndaş mövqeyimlə Rayət İmam Əliyev, sizcə burada gülməli kimdir? Xuruş deyilən bu ruhi xəstə qadın, yoxsa aparıcı? Məncə heç biri. Güya bu arvadın sifətindən bilinmir ki, incəsənətin heç damcısı da dəyməyib bunun sifətinə. Güya bilmirlər ki, səsi yoxdur, qabaqcadan yoxlamırlar. Sadəcə olaraq bilirlər ki, cəmiyyətə maraqlı deyil ciddi mövzular. Ona görə də lokko deyən mırıq dişli uşağın üstünə düşmək bu qədər lazım deyil. O kasıb uşağın şansını arzulayıb lokko ilə trendə düşmək istəyənlər elə onun dişlərini lağa qoyub gülənlərdir. İnandırım sizi, bilsələr ki, o uşaq kimi trendə düşəcəklər, 5-6 milyon izləyici yığacaqlar, gedib özləri diş həkimində elə qabaq dişlərini çıxartdırıb lokko eləyərlər. Özümüzü allatmayaq. Bu millətə mırıq təfəkkür aşılayanlardadır günah. Biabır olan Azərbaycan xalqıdır. Erməni xalqı çox təəssübkeş xalqdır. Bir dünyaca ünlü üzr istəyirəm, fahişələri var. Kim Kardashian. Az qala onu milli qəhrəman kimi təqdim edirlər. Təəssübünü vermirlər. Bizdə isə öz qəhrəmanlarımız, alimlərimiz, sənətkarlarımız qalıb bir qıraqda. Ruhi çatışmazlığı, əqli qüsurları çıxarıb ekrana özümüzü dünya güldürürük. Bu milləti əsl sevincə həsrət qoyublar. O insanların qürurunu alçaltmayın. Ona görə də sevincimizi, gülüşümüzü ancaq özümüzə lağ etməklə, bir-birimizi məsxəriyə qoymaqla, bir-birimizə gülməklə doyururuq. Nə var ki, Azərbaycan xalqının üzdən iraqlarından, ruhi xəstələrindən reyting yığıb balalarına, bu aparıcılar, bu kanal rəhbərləri çörək aparacaq. Nə var ki, kanalların adını da bilmirəm, baxmıram. Belə əqli qüsurlardan qazanılan qəhqəhələrlə verilişə sponsor tapılacaq, reklamlar verəcək, kanal rəhbərliyi onlardan yaxşıca pul qoparacaq. İllərdir deyirik, yazırıq, bu biabıçılıqlara son qoyun, faydası yoxdur. Audiovizual şuriya Qəşəm Nəcəfzadə kimi ləyaqətli, obyektiv, xalqını sevən bir şair üzv seçilib. Seçilib ki, bu təmizləmələri, bu biabıçılıqları yığışdırmaqda yardımcı olsun. Biz nə edirik? Hamı tökülüb yazır ki, Kəramətin atası məmur oldu, Kəramət Böyükçol hökumətə satıldı. Bu nə bəsit, bu nə axmaq təfəkkürdür. Biz ümumiyyətlə nə istədiyimizi bilirikmi? Qəşəm Nəcəfzadə Əli Kərimliyə mavin olsa qəhrəman olacaq, amma millətin psixologiyasını pozan xalqı külün hədəfiyə qoyan ekranlara qadağa gətirəcək bir şuriya üzv olmaqla hökumətə mi satılmış? Elçibəyə dedilər ki, biz niyə Fransa kimi demokratik xalq ola bilmirik? Rəhmətli bəy gözəl cavab vermişdi. Özümüzə Fransadan xalq gətirəsi deyirik ki, olanımız budur da. Çox təəssüf bizim olanımıza.